Portuqaliya, Avropanın ən ucqar qərbində yerləşən, lakin dünya tarixində iz qoymuş nadir ölkələrdən biridir. Okeanın kənarında kiçik bir dövlət kimi görünə bilər, amma vaxtilə dünyanın yarısını idarə edən bir imperiyanın mərkəzi olub. Dənizləri aşaraq yeni torpaqlar kəşf edən Portuqaliyalılar həm sərvət topladılar, həm də mədəniyyət ixrac etdilər. İndi isə gəlin bu sakit, səliqəli, biraz da sirli ölkənin keçmişinə, bu gününə birlikdə nəzər salaq. Portuqaliya, Avropa qitəsinin ən qərbində yerləşən köklü ölkələrdən biridir. Coğrafi və mədəni baxımdan bir çox gözəlliklərə malik olsa da, Avropanın ən az diqqət çəkən ölkələrindən sayılır. Bu gün Portuqaliyanın sərhədləri qərbdə və şərqdə Atlantik okeanı, şimal və cənubda isə İspaniya ilə müəyyən olunub. Ölkənin paytaxtı və ən böyük şəhəri Lissabondur. Ümumilikdə Portuqaliyanın əhalisi 10 milyon nəfər civarındadır və bu əhalinin təxminən 600 mini Lissabonda yaşayır və 10 milyonluq əhali cəmi 92.212 kvadrat kilometrlik ərazidə məskunlaşıb. Yəni Portuqaliyaya yuxarıdan baxdıqda həm əhali, həm də ərazi baxımından o qədər də böyük ölkə olmadığını görmək mümkündür. Ancaq bugünkü müasir simasına keçməzdən əvvəl bir zamanlar necə yoxsul xalqları talayaraq zənginləşdiyini xatırlamaq vacibdir. Portuqaliya tarix boyu böyük hadisələrin içində yer alıb. Xüsusilə ticarət mərkəzlərindən biri olub. Dənizçilikdə mühüm irəliləyişlər əldə edib. Osmanlı imperiyasının dünya gücü olduğu 15-16-cı əsrlərdə Avropa dövlətləri yeni gəlir mənbələri axtarırdı. Çünki Osmanlıya müharibədə qalib gələ bilmirdilər və zəngin torpaqlarda söz sahibi ola bilmirdilər. Osmanlı İpək yolu və Aralıq dənizi ticarətində əsas hakim güc idi və bu marşrutlarda ciddi vergilər yığırdı. Bu vəziyyətin davam edə bilməyəcəyini anlayan Portuqaliya və İspaniya kimi dövlətlər hələ o qədər də tanınmayan uzaq diyarlara səfərlər etməyə başladılar. Çünki yeni ticarət nöqtələrinə və dəyərli xam mala ehtiyac duyurdular. Vasco da Gama kimi məşhur Portuqaliyalı dənizçilər yeni dünyanı kəşf etməyə başladı və nəticədə dünya xəritəsi yenidən cızıldı. Beləliklə həm Amerika qitəsi kəşf olundu, həm də Afrikanın bir çox bölgəsində müstəmləkə imperiyası quruldu. Afrika və Amerikadakı yerli xalqlar Portuqaliya və İspaniya dənizçiləri tərəfindən ağır şəkildə istismar edildi. Bu da azmış kimi qitələrin qızıl mədənləri, ekzotik meyvələri və tərəvəzləri Portuqaliya tərəfindən talan olunaraq gəmilərlə ölkəyə daşındı. Afrikalılar isə həm işçi qüvvəsi kimi istifadə edildi, həm də kölə bazarlarında satıldılar. Portuqaliyalılar bu xalqları yalnız iqtisadi deyil, həm də mədəni olaraq assimilyasiya etdilər. Dillərindən, dinlərindən, mədəniyyətlərindən uzaqlaşdırdılar. Məsələn, Braziliya kimi Cənubi Amerika ölkələri Portuqal dilini qəbul etməyə məcbur qaldı. Xristianlıq onlara yeni bir din kimi təqdim və qəbul etdirildi. Portuqaliya və digər Avropa ölkələrinin zənginləşməsində əsas faktor bir vaxtlar Amerika və Afrika torpaqlarını işğal etmələri və bu torpaqlardan həm insan, həm də resurs baxımından faydalanmaları olmuşdu. Bugün Afrika hələ də var, amma çox kasıbdır. Amerika qitəsindəki yerli qırmızı dərilər isə artıq demək olar ki, yoxdur. Çünki onlar asanlıqla təslim olmadılar və müqavimət göstərdilər. Ancaq Avropalıların odlu silahları qarşısında aciz qalıb bir-bir məhv edildilər. 1900-cü illərdə sivil qanunların inkişafı ilə Portuqaliya öz müstəmləkələrindən imtina etməyə başladı. Daha sonra dünya müharibələri baş verəndə Portuqaliyada da monarxiya devrildi və respublika quruldu. Lakin bu respublika dəfələrlə monarxiya tərəfdarlarının üsyanları ilə üz-üzə qaldı. 1974-cü ilə qədər Portuqaliya azad demokratiyaya sahib ola bilmədi. 1986-cı ildə isə Avropa Birliyinə üzv oldu və qısa zamanda inkişaf edib müasir dünyaya uyğunlaşa bildi. Lissabonda qədim tarix qoxusu verən küçələr var və bu küçələrdəki antik dükanlara baş çəkmək mütləqdir. Gotik kilsələr, körpülər, ənənəvi məhəllələr və ölkənin ruhunu əks etdirən musiqilər Lissabonda dolu-dolu vaxt keçirməyə imkan yaradır. Digər ölkələrin paytaxtları böyük metropollara bənzəsə də, Lissabon tam olaraq belə deyil. Şəhərin bir başından digərinə getmək üçün uzun saatlara ehtiyac yoxdur. Hətta işdən sonra dənizə girə bilmək, sörf edə bilmək düşüncəsi bir çox ölkənin paytaxtında görəcəyiniz bir şey deyil. Yəni Lissabonda bir gün ərzində etmək istədiyiniz hər şeyi rahatlıqla edə bilərsiniz. Böyük insan izdihamı yoxdur. Küçələr sakit və rahatdır. Əgər həm şəhərdə yaşamaq, həm dincəlmək, həm də okean kənarında olmaq istəyirsinizsə, o zaman Lissabon sizin üçün doğru yerdir.
Əlinizin altında bir motosiklet varsa, Portuqaliyadan zövq alacaqsınız. Həyat digər Avropa ölkələri ilə müqayisədə ucuzdur və buna görə də Portuqaliyada yaşamaq üçün böyük pullar qazanmaq lazım deyil. Ancaq bir məsələ var ki, Portuqaliyada yollar avtomobillərə görə planlanmayıb. Küçələrdə geniş iki zolaqlı yollar çox azdır. İki bina arasında həm velosiped yolu, həm də piyada yolu, həm də maşın yolu yerləşir. Bu velosiped və gəzinti sevənlər üçün gözəl olsa da, tez-tez avtomobil sürənlər üçün narahat edici ola bilər. Avtomobildən söz düşmüşkən, Portuqaliyada ikinci əl avtomobil almaq o qədər də böyük məbləğlər tələb etmir. Bunlardan əlavə Portuqaliyadakı iş həyatı ilə bağlı maraqlı və təəccüblü bir fakt da var. Burada insanlar ildə 12 deyil, 14 aylıq maaş alırlar. Əsasən yay aylarında olmaqla ilin müəyyən 2 ayında işə götürənlər işçilərə əlavə maaş verirlər. İnsanlar gündə 8 saat işləyir və illik məzuniyyət haqları da var, amma həddindən artıq ləngdilər. Azərbaycanda bir obyekt sahibi dükanını 24 saat açıq saxlaya bilir. Necə daha çox müştəri cəlb edim, necə daha çox qazanc əldə edim kimi hesablamalar aparırlar. Portuqaliyada isə dükan sahibi günün ən işlək vaxtında mağazanı bağlayıb 3-4 saat yoxa çıxa bilir. Aylıq gəlir az olsa da, doğrusu pulu çox da önəmsəmirlər. Digər tərəfdən Portuqaliyaya gedəndə görəcəksiniz ki, ölkədə nəqliyyat sistemi çox rahat və sürətlidir. Hətta qatar şəbəkəsi avtobus sistemindən daha sürətli nəqliyyat imkanı verir, amma təbii ki, qiymət baxımından daha bahadır. Portuqaliyada avtostop etməyi isə heç vaxt tövsiyə etmirəm. Ölkə hər nə qədər turizm üçün təhlükəsiz görünsə də, bəzi anormal hadisələr baş verə bilir. Portuqaliyanın zorakılıqla bağlı cinayət hadisələri mövcuddur və bəzi məhəllələrdə daxili qarşıdurmalar yaşanır. Bu səbəbdən kənar bölgələrinə getməyin və tək gəzməyin. Noyabr və mart ayları arasında payız-qış dövründə ölkədə çox yağış yağdığından Portuqaliyaya qısa müddətli səfər üçün ən uyğun zamanlar iyunla sentyabr arasındadır. Amma diqqət edin, Portuqaliyada Aralıq dənizi iqlimi hökm sürür və İspaniya, Portuqaliya, Malta kimi ölkələr Avropanın ən isti ərazilərindəndir. Portuqaliyadakı həyat və insanların xüsusiyyətləri haqqında danışsaq, Portuqaliyalılar turisti sevən bir xalqdır. Yunanistan kimi onların gəlirlərinin böyük hissəsi turizm və xidmət sektorundan gəlir. Gənclərin çoxu ingiliscə danışa bilir, lakin yaşlı nəsil ingilis dilini o qədər də bələd deyil. Yaşlı və orta yaşlılar daha çox İspan dilini ikinci dil olaraq bilir. Portuqaliyalıların ana dili təbii ki, Portuqal dilidir və bu dil İspan dilinə çox oxşuyur. Yəni, necə ki, Türkçə ilə Azərbaycan dili bir-birinə bənzəyir və hər iki xalq bir-birini anlayırsa, İspan dili və Portuqal dili də eynidir. Bugün dünyada təxminən 250 milyon insan Portuqal dilində danışa bilir. Ölkə əhalisinin 81%-i özünü katolik xristian kimi tanısa da, ölkədə dini təzyiq yoxdur. Yəni Portuqaliyalılar turistlərə hər cür azadlıq tanıyırlar. Çünki Portuqaliya çimərliklərində tam çılpaq günəşlənən qadınları görmək artıq xalq üçün adi hal alıb və bu onlara qəribə gəlmir. Hətta çimərliklərdə eyni cinsdən olan şəxslərin bir-birinə sarılması da mümkündür. Maraqlananlar üçün deyim ki, Portuqaliyada eyni cinsli evlilik qanunidir. Yəni küçədə, çimərlikdə iki kişinin öpüşdüyünü görmək bu ölkədə tamamilə normal bir haldır. Əlavə olaraq əgər Portuqaliyalı bir ailəyə qonaq getmisinizsə, qırmızı güllə getməyin. Qırmızı gül Portuqaliyada sevgi mənasını daşıyır. Əgər siz kiməsə qırmızı gül versəz, qarşı tərəf sizdən xoşlandığınızı düşünür. Bir də ki, 13 rəqəminə qarşı batil inanca sahibdilər və onu uğursuzluq kimi görürlər. Həyatlarında bu rəqəmi mümkün qədər az istifadə etməyə çalışırlar. Portuqaliya həyatında maraqlı bir məqam da hərbi xidmətlə bağlıdır. Bugün Portuqaliya Silahlı Qüvvələrinin təxminən 33 min aktiv hərbçisi var və onların 15%-i qadınlardan ibarətdir. Yəni təxminən 5000 hərbçi qadın var. Ağlınıza qadınlar üçün məcburi hərbi xidmət sualı gələ bilər, amma elə deyil. Əksinə Portuqaliyada hərbi xidmət könüllüdür. Ölkədə hərbçi olmaq istəyən kişi sayı az olduğu üçün qadın hərbçilərin sayı nəzərə çarpacaq qədər çoxdur. Əgər siz Portuqaliya vətəndaşısınızsa və hərbi xidməti peşə kimi seçmək istəyirsinizsə, 18 yaşınıza çatdıqda Portuqaliyada hərbçi ola bilərsiniz. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.